Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Bugün sizə Zabrat qəsəbəsində 71 saylı orta məktəbin tam yaxın məsafəliyində şəxsi tikili 3 otaqlı həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Az öncə də qeyd elədiyim kimi Zabratda 71 saylı orta məktəbin yaxınlığı, uşaq bağçası tam evin yaxınlığında yerləşir. Ümumilikdə 2 sot yarım torpaq sahəsindədir. Yerdən 5-6 daş kürsüdə tikilib və ən əsası da odur ki, evdə mərkəzi kanalizasiya sistemi də var. Sayğaclarının hamısı var, daimi fasiləsizdir. Evin ətrafına keçmək üçün sağ tərəfindən zaboru ilə məsafəsi saxlanılıb. Evdə tam hazır girib yaşaya biləcəyiniz evdir. Mətbəx mebeli var. Hamam sanitar qovşaq ayrı-ayrılıqdadır. Hər ikisinin aksesuarları var. Kombisinə qədər hər biri var. Betonludur, kəmərlidir. Dörd bir tərəfdən qoşa daşla tikilib və uzun müddətdir ki, bu evdə ev yəni tikilib, köhnə tikililərdəndir. Həyətinə də maşın rahatlıqla daxil olur. Dəyərli YouTube izləyicilərim, evimizin qiyməti 61.000 manat deyilir. İnşallah ki, real alıcılarımız olarsa evin qiymətində indirim olunacaq ev sahibi tərəfindən. Bura evimizin hamam otağı. 148 saylı marşrut 50-60 metr məsafəlikdən keçir. Bura növbəti bir yataq otağı. Pəncərələrin reşotkasına qədər qoyulub. Bura evimizin mətbəx hissəsi. Mətbəx mebeli satış zamanı evin içində qalacaq. Bilmirəm, buranı sizə göstərdim yoxsa yox. Hər ehtimalı bir daha təqdim edeyim. Əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə, mənlə əlaqə saxlayın, evinizin satışına tez bir zamanda köməklik göstərək. Evin sənədi də bələdiyyə sənədidir. Bu qədər əziz izləyicilərim və sonda onda qeyd edeyim ki, birbaşa magistral yola da ev yaxındır. Qiymət 61.000 manat. İzlədiyiniz üçün təşəkkür edirəm.